Türkiyədə 2024-cü ilin avqust ayı bağlanan Roblox Azərbaycanda da bağlanacaq. Türkiyədə Robloxun bağlanma səbəbi Roblox oyunu neden kapatıldı? Binlerce çocuğun akıllı cihazlarda oynadığı oyun bazı tuzak alt metinler barındırıyor. Talep Adana Cumhuriyet Başsavcılığı Bilişim Suçları Bürosu'ndan geldi. Çocukların istismarına neden olacak içerikler barındırdığı kaydedildi. 4-8 yaş yoğunluğunda çocukların oynadığı oyunda kullanıcılar eş zamanlı sanal dünyada buluşuyor. Platformda bazı kullanıcıların kurallara aykırı olarak cinsellik içeren, hatta avatarların sanal cinsel ilişkide bulundukları oturumlar açtığı ifade ediliyor. Roblox sorunu kabul ediyor. Erişim engeli kararı Adalet Bakanı Yılmaz Tunç'un da gündemindeydi. Sosyal medya hesabından açıklama yaptı. Çocukların istismarına asla müsaade edilmeyecek dedi. Sadece ülkemizde engellenmedi Roblox. Çin'den Birleşik Arap Emirlikleri'ne pek çok ülkede yasaklandı. Roblox yetkilileri ise gerekli düzenlemelerin yapılacağını duyurdu. Türkiye'de yeniden faaliyete geçmek için sabırsızlandıklarını açıkladı. İBB Başkanı Ekrem İmamoğlu, 15 milyondan fazla kullanıcısı olan Roblox'a da erişim yasağı gelmiş olması akıl alır gibi değil. Bu kararları verenler yeni dünyadan, ekonomiden, teknolojiden bir haber akıllar yorumunu yaptı. Türkiyədən sonra əlbəttə bizi də bağlanacağını bilirdim. İndi isə gəlin Azərbaycanın Robloxu nədən bağladığına baxaq. Uşaqlar arasında pis vərdişlərin yayılmasında Roblox kimi oyunların böyük təsiri var. Bunun qarşısının alınması vacib məsələdir. Rəsmisi onu da vurğuladı ki, valideynlər bəzən övladlarına Roblox və digər oyunları oynamaq üçün öz mobil telefonlarını verirlər. Bu isə internet məkanında uşaqlar üçün əsl rəqəmsal təhlükə mənbəyi olur. Roblox korporasiyasından öz oyun qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dəyişdirilməsi ilə bağlı tövsiyələr təqdim olunmuş və görüləcək tədbirlərin nəticəsinin Dövlət Komitəsinə bildirilməsi xahiş olunmuşdur. Bizim qeyd etdiyimiz tövsiyələr nəzərə alınmadığı təqdirdə müvafiq dövlət qurumu tərəfindən qanunvericiliyə müvafiq olaraq tədbirlər görüləcəyi nəzərdə tutulmuşdur. Türkiyədə təxminən 21 milyon uşaq sayı var. Azərbaycanın əhalisindən belə çoxdur. Əgər Türkiyədə bu Robloxa erişim açılmadısa, Azərbaycanda heç açılmaz. Yəni bizim bir dənə əlaqəyə keçməyimizlə Roblox heç vaxt bizim istədiyimiz şeyləri yerinə yetirməz. Ona görə də Türkiyədə Roblox 2 il bağlanırsa, bizdə də ən azı 10-15 il bağlanacaq. Heç açılmayını gözləməyin məncə, onsuz da açılmayacaq. Ancaq Roblox bu səbəblərə açıla bilər ki, bir neçə ölkədə Roblox bağlansa, Roblox məncə istədiklərimizi edər. Amma təkcə bizim ölkəyə görə dəyişikliklər etməz. Çox mənfi təsir göstərir. Psixoloqlar bildirir ki, Robloxun əsas təhlükəsi onun nəzarətsiz mühitdə gizlənməsidir. Oyun daxilində uşaqlar yad insanlarla ünsiyyət qura, yaşlarına uyğun olmayan davranış və ifadələrlə qarşılaşa bilərlər. Bu isə uşaqlarda qorxu, stres və çaşqınlıq yaradır. Hətta uşaqların həyatını da təhlükəyə atır. Georgie? Oh, well, I'm Pennywise the Dancing Clown. 2-3 gün sonra yəqin ki, Roblox üçün Türkiyədəki kimi ağlayan uşaqlar görəcəyik. Ne oldu? Ya baksana çalıyor. Milyonlarla uşaq tərəfindən istifadə olunan Roblox platformasındakı oyunların azyaşlılar üçün potensial təhlükə yaratması məsələsi getdikcə daha çox müzakirə edilməkdədir. Odur ki, platformanın ölkəmizdə də məşhur olması və bir çox azyaşlı tərəfindən istifadə edilməsi hazırda valideynlər arasında ciddi narahatlıq doğurur. Bu mühitdə deyilənləri və təqdim olunan rolları real kimliyinin bir hissəsi kimi qəbul edə bilər. Bu isə özünə inam problemlərinə, emosional asılılığa və reallıqla əlaqənin zəifləməsinə gətirib çıxara bilər. Azyaşlılar valideynlərinin mobil cihazlarından istifadə edərək böyüklərin adından oyun platformalarında qeydiyyatdan keçirlər. Bu səbəbdən də onların yaşlarına uyğun olmayan səviyyə və məzmunla qarşılaşma ehtimalı yaranır. Əlbəttə ki, bu seçim doğru deyil. Çünki Roblox kimi başqa oyunlarda da belə problemlər var. Ona görə də bütün oyunları gərək bağlamaq lazımdır. Elə olsa da uşaqların oynayacağı oyun qalmayacaq. Roblox oyununun quruluşu budur. Robloxun sahibi heç vaxt bu dəyişiklikləri etməyəcək məncə. Maksimum yaş sınırı gətirə bilər. Yaş sınırı da necə olur? Yəni orada yaşlı yazırsan və girirsən. Bu da əlbəttə ki, yaşlı yazmaqla olmayacaq. Şəxsiyyət vəsiqəsi istəyəcək. Şəxsiyyət vəsiqəsi istəndiyinə görə də Robloxu bir çox insanlar oynamayacaq. Bu da Robloxun batışına səbəb olacaq. Ona görə Roblox bu addımı atmayacaq. Ona görə də qabağımızdakı 2-3 il Robloxa girmək olmayacaq.
Mənim düşüncələrim bu qədər idi. Sizin düşüncələriniz necədir? Yorumları yazmayı yaddan çıxarmayın. Roblox'un bağlanmayını istəməyənlər video like atsın və kanalıma abunə olmayı yaddan çıxarmayın. Özünüzə yaxşı baxın. Yeni videoda görüşərik. Sağ olun, salamat qalın.